Deyir, Şəki şəhərində bir tacir var imiş, varlı, hallı, yaxşıca da bir qonşusu var imiş, dostluqda möhkəm. Tacirin alış-verişi yaxşıymış. Bir dəfə necə olursa, bunun Qəndhar tərəflərdən gələn karvandakı mallarını quldurlar soyur. Kişi sınıq çıxır, əl altında nəyi varsa yığır, yığışdırır, satıb soğur, amma borcularını ödəyə bilmir. Əli gətirmir ki, gətirmir. Çox adlı sanlı, var dövlətinin şöhrəti hər yerə yayılmış adam olduğundan, sınıq çıxdığını, işlərini tarazlaya bilmədiyini heç kimə deyə bilmir, utanır. Qorxur ki, desinlər, sən necə tacirsən ki, ehtiyatda qara gün üçün heç bir şey saxlamamısan. Qorxur ki, adı batar, etibardan düşər, day heç onu sayan olmaz. Axı, tacir arasında qədim bir ərəb məsəli də gör. Axı, tacir arasında qədim bir ərəb məsəli də gəzirdi. Bir kişinin ki, bir illik un azuqəsi başının altında olmadı, onunla məsləhətləşmək də doğru deyil. Bax, elə buna görə də kişi dərdini heç kimə açıb deyə bilmir, heç kəsdən kömək istəmir, əlacı lap üzülür. İstər ki, evini, bağını, qeyri-əmlakını satıb əlaltı borcularını ödəsin. Sirri bilinməmiş, bəlkə bu yolla işi düzəlsin. Gizlincə müştəri axtarıb tapır, ev müştərisi gəlir, hər yeri gəzir, baxır, bəyənir, görür ki, evlər gözəl imarətdir, bağı irəm bağçasıdır, gül bülbülü, bülbül gülü çağıran yerdir. Havuzlarda əlvan əcaib qəraib ölkələrin balıqları üzüşür, həyətdə toz quşundan tutmuş, ürəyin istəyən hər cür gözəl quş var. Tövlələr, atla, qaramalla, ağıllar yeməli şişəklərlə doludur. Qərəz, dünya tamından nə istəsən, bu tacirin evində tapa bilərsən. Lap bir ay darvazanı açmasa bayra, çıxma dolan, nə başını ağrıdı. Tacirlə ev müştərisi qiymət kəsdi, əl-ələ vurdular, müştəri cüzdanını çıxarıb evin haqqını ödəsin. Bu zaman tacir dedi, qardaş, yaxşı, bu evin haqqı çox gözəl, amma mən sənə canlara dəyən qonşuda satıram, bəs onun haqqı? Təəccübdən müştərinin gözü kəlləsinə çıxdı. Dedi, bəs tacir dəli olub soruşdu, a kişi, dəli olmamısan ki, qonşunu da satarlar. Tacir dedi, qardaş, vallah bu bir qonşudur ki, onun misli, bərabəri yoxdur. Evi satmağımdan çox, ondan ayrılmağıma narahatam. Sən sonra özün görəcəksən, gəl bir 10-15 qızıl sikkədə əlavə elə. Müştəri lap çox hislənir, özündən çıxır, dəllalı çağırır, söz uzanır, səs-küy qalxır, səsə tacirin həmin qonşusu gəlir. Qonşusunu pərt görüb soruşur, ay qonşu, nə olub, niyə səs-küy salmısınız? Müştəri hisli-hisli çığırmağa başlayır ki, ay kişi, sən olasan səni yaradan Allah, bizim şərtimizi sən kəs. Bax, bu tacir evini satır, dəllal salıb, mən də gəlmişəm, baxmışam, evi bəyənmişəm, cürlənmişik və pulunu verirəm. İndi başlayıb ki, qonşum üçün də əlavə ver. Heç belə şey olar axı, bu harda görünür? Qonşusu tacirdən soruşdu, qardaş, bəs niyə evi satırsan? Tacir qısaca başına gələnləri qonşusuna dedi. Qonşu soruşdu, bəs mənə niyə demədin? Tacir utana-utana başa saldı ki,
Vallahi işimin əyilməsindən, etibardan düşməyimdən utanmışam. Evi satıb ziyanımı ödəmək istəyirəm. Qonşu dedi, sən evi satma, mən bu saat sənin borcunu ödəyərəm. Bunu deyib evinə getdi, biraz keçmiş qayıtdı, əlində bir xeyli pul, bir də halalının, xanımının boyunqulaq qızıllarını gətirib dedi, qonşu, al bunları, apar ziyanını ödə, borcuna xərcinə ver, amma evini satma, sən onu nə eşqi ilə düzəltmirsən? Tacirin gözləri ıslandı, qonşusunu öpdü və müştəriyə dedi, bax qardaş, mən sənə belə bir qonşu satırdım, bəxtin gətirmədi, mənim bəxtim üzdəymiş, şükür kərəminə, bəs sən bilmirdin ki, yaxşı qonşu qardaşdan irəlidir. Sağ olun.